Əmisi öz qardaş uşaqların qətlə yetirib. Dövlətimizdən bunu istəyirik ki, ağır cəza versin. Və bu cür insanların yaşamağa şey yoxdur. Durmuşdum yolda, belə gördük, uşaqlar qaçışa getdi, gördük, baltı ilə doğrayıb, uşağın beyin istiqamətindən vurub, beynin dağıdıb töküb yerə. Qız uşağı dünyasını dəyişdi, oğlan uşağı da beyin travmasından sümük qırığı əşkar oldu. Tapşırıymış yoldaşa getmə, qonşunun evinə getmə, o da gedən kimi beləncə hadisə baş verir. Özü yaxının evinə gedib, başqa evə getməyib. Onun da uşağı var, 2 uşağı var. Biz yolda eşitdik, bu hadisə baş verib. Uşaqlar, yəni kəndimizin, gözümüzün qabağında böyüyən uşaqlardır. Çox qanacaqlı, tərbiyəli, halal zəhməti ilə qazanan uşaqlar. Sadəcə olaraq, yəni görəcəm hamı şok içindədir. Əmin yəni necə qiyə bilər? Biz qardaşın, öz əmsi, öz qardaşı balasın hansı şəkildə necə qiyə bilər? Yəni bu insana yaraşan bir şey deyil. Əminin valla bilmirəm, bu arla bağlı nə problem olduğunu bilmirəm. Sadəcə olaraq əmisi təzə çıxmışdı içərdən. Yəni zindanda idi, təzə çıxmışdı içərdən. Yəni biraz içkizad içən idi. Yəni elə də bildiyimizə görə içkili halda olub, hal-halda hadisə baş verəndə, yəni bildiyimiz budur. Hal-hazırda uşaqların atası yoxdur burada, fəaliyyət işləyir. Dağıstanda, Rusiya Federasiyasındadır. Anaları ilə uşaqlar qalırdı. Hətta uşaqlar, yəni bizim bildiyimiz, gördüyümüz kimi kartuşka sahəsində bunlar, yəni fəaliyyətçiliklə dolanan uşaqlardır. Halal ruzu ilə, halal əziyyətlə dolan uşaqlardır. Yəni kəndə heç bir zərər, yəni kimsə deyə bilməz ki, o uşaqlar hətta belə kiməsə zərrə qədər belə zərər versin, mümkün deyil.